Salam əziz zəhmətkeş fermerlərimiz. Pambıq haqqında məlumat bölüşəcəm. Çoxdandır paylaşımlarımız yoxdur, başım qarışıqdır. Vaxt eləyə bilmirik. İndi təkrar məlumatlar da olsa toplayıb xülasə məlumat bölüşməyə çalışacağım sizlə. Deməli, son illərdə pambıqda baş verən bəzi problemləri sadalayaq. Bir, pambıqda sofka problemi. İkincisi, misal üçün, son 3-5 ildə ortaya çıxan liqus problemi. Üçüncüsü, məhsul vaxtı çəkinin olmaması. Dördüncüsü, yarpaq yemləmələrinin mövzusudur. Beşincisi, atılan dərmanların nəticəsinin ürəkaçan olmaması. Həşəratdan ötürü dərman atılır, amma həşəratın ölməməsi. Altıncısı, pambığın xəstəliklərinin diqqətə alınmaması. Yedincisi, səkizincisi, doqquzuncusu və s. Yəni, mövzular çoxdur, problemlər çoxdur. İndi isə mövzuları ayrı-ayrı detallayaq. Pambığın sofka problemi deyəndə, pambığın sofkasında 5, 6, 7, bəzən 8 dəfə dərmanlama aparılır. Ligusa, hörümçəyə və s. zərərvericilərə baxsın, 10-a yaxın dərmanlama aparılır, bəzən ondan artıq. Yəni, bu qədər çox dərmanlama aparılmasına baxmayaraq, bununla belə fermerlər dərmanların keyfiyyətindən şikayətlənirlər. Dəfələrlə deməyimə baxmayaraq, yenə də deyirəm ki, dərmanların keyfiyyətsizliyini o vaxt qeyd etmək olar ki, dərmanın istifadə qaydalarına düzgün riayət edəsən. Dərman sistemikdirsə və tətbiq zamanı tələb olunan pH 5.8, 6.5 arasıdırsa və siz kanaldan suyu doldurub 8.5-9 ilə 9.9 su ilə həmin tip pH-da, yəni o cür sularda dərmanı tətbiq edirsinizsə, o zaman dərmandan şikayətlənməyə haqqımız yoxdur. Ya dərman tətbiq edilərsən, 1 ton suya ən azı 150 qram, 200 qram limon duzu qatmaq lazımdır. Ya da elə 10 dəfə dərman atmalıyıq. Yəni, limon duzu hər kəsin tapa biləcəyi pH salıcı olduğu üçün adətən limon duzunu təklif edirəm. Nitrat turşusu, orta fosfat turşusu, sulfat turşusu da ola bilər. Məhsul vaxtı çəkinin olmamasına gəldikdə isə, o da bir problemdir. Bu ayrı bir videoda daha geniş bir şəkildə izah etmişəm. Pambığın bitkisində də xəstəliklər olur adında bir paylaşımım var. Onu da izləyə bilərsiniz. Ümumiyyətlə, bitki xəstələndiyi halda xəstəlikləri dəf etmək üçün enerji xərcləyir. Bildiyimiz kimi, bitkilərdə əsas enerji deposu onun meyvəsidir. Deməli, bitki xəstəlik zamanı məhsulunu, yəni məhsuldarlığını rasxod edib xəstəlikləri dəf edir. Enerji dedikdə, pambıqda əsasən çiydin yağı nəzərdə tutulur. Xəstəlik baş verdikdə çiydin yağı olmur və nəticədə pambıq çəki vermir. Deməli, xəstəliklərdən ötürü tədbirli olmaq şərtdir. Birbaşa məhsuldarlığı hədəf alan məsələdir. Növbəti bir məsələmiz pambıqda yarpaq yemləməsi mövzusudur. Pambıqda yarpaq yemləməsi 1-2 dəfə qumat, nə bilim, bir dəfə MPK 20-20-20, son dövrlərdə də kanister gübrələr də girib bazara, bilmirəm, bazara girib yoxsa fermerə girib və bu da öz növbəsində 2-3 dərmanlama deməkdir. Nəticədə fermer bütün maya dəyərini 70% traktorla, yəni traktor xərcinə bölür. Amma sidikoton təklif etməklə həm qumat, həm MPK, həm mikroelement, həm aminoasid, həm də hormonal dəstəyi bir arada verir. Yəni, bu da sizi 3-5 dəfə traktor xərcindən xilas edir. Yəni, uzun sözün qısası, pambıqda sofka, liqus, hörümçək üçün birgə tədbir görmək imkanı mümkündür. Və dərmanların seçiminə diqqətli olmaq və düzgün seçmək lazım. Məsələn, deyək ki, Lannet dərmanı var, Dupont'un. Metomex var, Metomil var və s. dərmanlar. Yəni, deyək ki, Metomil tərkibli suda əl olan bir tozdan söhbət gedir. 90 SP yazılır üstünə. Yarım sistemikdir və yaxud da translaminardır. 5-7 gün tam doza təsir qabiliyyətində insektisid akarisitdir. Mən neçə ildir soğandan pambığa hamısında istifadə edirəm və həm fermer 5 dəfə əziyyətdən qutarır, həm də problemləri kompleks həll edir. Həm hörümçək, həm trips, həm ağunlu bit, həm də sofkanın hamısında tam təsirlidir. Biz nə tətbiq edirik? Sofka üçün ayrı dərman, trips üçün ayrı dərman, hörümçək üçün ayrı dərman və s. və ilə axır. Metomili sadəcə misal çəkirəm. Metomil verin demək istəmirəm. Sadəcə misal çəkirəm. Məsələn, metomil 4-5 pH-da 7-10 gün, 12 gün maksimum xidmət göstərə bilir. 10 gün, 12 gün maksimum səviyyədə, yəni bütün saydığım həşəratlara, hamısına tam təsirli olur. 7 pH-da bunun təsir qabiliyyəti 20 saatdan az olur. 8 pH-da isə heç 10 saat belə təsir göstərə bilmir.
Yəni demək istədiyim, bunun bütün mövzuların hamısını metamilin üstündən izah elədim ki, yəni bir dərman seçdim. Məsələn, olsun xlorantropil, yəni koragen və yaxud da indoxakarp olsun, hər biri ayrı ayrılıqda istifadə qaydalarına riayət olunsa heç bir problem olmur. Yəni heç bir dərmandan heç kimi şikayət eləməyə haqqı qalmır. Çünki biz dərmanın istifadə qaydasını bilmirik. Yəni dərman var, nəysə, xəstəliklərdən ötürü də pambığa bir dəfə tədbir görülsə, məhsuldarlıqda nə qədər fərq elədiyini görə bilərsiniz. Məsələn, vertisiliumdan başqa, vertisilium bilirsiniz, körpə vaxtı əsasən ortaya çıxır. Başqa bütün xəstəlikləri və hörümçək kimi zərərvericiləri tam həll edən və liqus kimi zərərvericilərə repellent təsir göstərən preparat kimi laim sülfürü məsələn göstərə bilərik. Mövsümdə bircə dəfə laim sülfür tətbiq etməklə bütün xəstəliklərdən qurtulmaqla yanaşı, həm də yüksək məhsul etmək üçün bitkiyə kömək etmiş olursunuz. Çünki xəstəlik varsa, məhsul itkisi var. Çəki yoxdur. Xatırlarsınızsa, sahəyə baxıb 40-50 sentiner proqnoz qoyduq. Yekunda 20 sentiner məhsul çıxırdı. Həm estikotonu da tətbiq etməklə də bitkiyə həm 1 kiloqram fulvik asid, yəni qumat, həm 14-25-35 MPK-sı, həm makroelement qarışığı və ölkədə kobalt və nikel tərkibli tək mikroelementdir bu. Tək bir qarışıqdır, tək bir gübrədir ki, tətbiq edirsiniz. Bu da karbamid gübrəsi tətbiq edən fermerlər olur da, daha çox məhsul etməyinə kömək eləyir. Çünki orada mən nikelin mövzusu paylaşımlarımda rastlaşa bilərsiniz. Orada da nikelin ureaza fermentinin üstündəki reaksiyaları, ureazanın aktivliyinə təsiri, onun torpaqdakı reaksiyaları və s. mövzusunda geniş bir paylaşımım var, oradan izləyə bilərsiniz. Və eyni zamanda həm də aminoasid və hormon tətbiq etmiş olursunuz sahəyə. 2 dərmanı hesablayın. Görün neçə dərmanı ixtisara salmış olursunuz. Yəni 2 dərman. Bir laim sülfür, bir də estikoton dərmanlaması aparılanda görün nə qədər dərmanlamanı ixtisara salmış olursunuz. Və məhsuldarlığın artımında da 100% garantiya var. Garantiyanı mən demirəm də, yəni təcrübə deyir. Tətbiq edib nəticələrini götürənlərin sayı həddən artıqdır. Və mən təklif edirəm ki, bu günləri pambığın estikoton verirsiniz, vermirsiniz, öz işinizdir. Pambığın xəstəliklərindən ötürü mütləq şəkildə bir tədbir görün və nəticəni, fərqi gözünüzlə görün. Yəni, ancaq zərər verici problemini həll eləməklə olmur məsələ. Yəni, istənilən bir bitki əkilirsə, pomidordan tutmuş xiyara qədər hamısında müxtəlif xəstəliklər olduğundan razılaşırıq. Amma pambıqda o qədər zərər vericilərə qarşı yanlış siyasət qururuq, elə başımız zərər vericilərin problemlərini həll eləməyə qarışır, xəstəliyi tamamilə unuduruq. Bu bitkidir də, bunun xəstəliyi də olmalıdır da mütləq şəkildə. Yəni, buna da bir tədbir görülməlidir mütləq. Belə, mən təklif edirəm, laim sülfürlə estikotonsuz pambığı əkməyəsiniz. Bu qədər.